Mərkəzləşdirilmiş imtahan yolu ilə lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahanlara düşən bəzi sualların əvvəlcədən bəzi şəxslərə satılması iddia olunur. Bununla bağlı bir neçə gündür ki, artıq sosial şəbəkələrdə müzakirələr gedir. Söhbət məhz iyunun 27-sində keçirilən imtahanlardan gedir. Bəs bu iddialar nə dərəcədə həqiqətə uyğundur? Mövzunu əməkdaşlarımız araşdırıb izləyək. İyunun 27-sində keçirilən liseylərə qəbul imtahanı ilə bağlı saxtakarlığa yol verilməsi iddiaları yayılıb. Sosial şəbəkə hesablarında edilən paylaşımlarda bəzi şəxslərin liseylərə qəbul imtahanında təqdim olunan sualları əvvəlcədən bir neçə şəxsə pulla satması iddia edilir. Belə ki, imtahandan bir gün əvvəl riyaziyyat məntiq fənni üzrə sualın imtahana düşən 36-cı sualla tam eyni formada WhatsApp qrupunda paylaşılması və dərhal sonra silinməsi barədə fotolar da təqdim olunur. Təhsil məsələləri üzrə ekspertlər isə deyirlər ki, sosial şəbəkələrdə sualın imtahandakı ilə tam eyni formada WhatsApp qrupunda paylaşılması, eləcə də sualın mənbəyi barədə qeyri-müəyyən cavab verilməsi, imtahan materiallarının məxfiliyinin pozulması və əvvəlcədən sızdırılması ehtimalını artırır. Belə hallarda isə qeyd olunan faktların rəsmi və kompleks şəkildə araşdırılması vacibdir. Düşünürəm belə olan halda ilk növbədə Təhsil İnstitutu və yaxud da Elm və Təhsil Nazirliyi özü maraqlı olmalıdır. Bu kimi halların prokurorluq orqanlarına, hüquq mühafizə orqanlarında araşdırılması ilə bağlı addım atmalıdır. Ekspertlər onu da vurğulayırlar ki, şübhəli hallar varsa, məsul şəxslərin müvafiq tədbirləri görməsi, həmçinin gələcək imtahanlarda bu kimi halların qarşısını almaq məqsədi ilə idarəetmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi isə zəruridir. Əgər iddia doğrulanarsa, əlbəttə ki, mütləq və mütləq bu imtahan təkrar keçirilməlidir. İmtahanın təkrar keçirilməsi həm şagirdlərin hüquqlarının bərpa olunmasına gətirib çıxaracaq, həmçinin də imtahanda birinci dəfə iştirak edən şagirdin nəticəsi ilə təkrar imtahanda iştirak edən şagirdin nəticəsi uyğunlaşdırılaraq məsələyə daha çox aydınlıq gətirilmiş olacaq. Məsələ ilə bağlı Təhsil İnstitutuna da sorğu ünvanladıq. Qurumdan ARB 24-də bildirildi ki, qeyd olunan hadisə araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, mərkəzləşdirilmiş imtahan yolu ilə lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahanlar 25 iyun 7-ci və 8-ci siniflər üzrə, 26 iyun 6-cı sinif üzrə, 27 iyun isə 5-ci sinif üzrə qəbul imtahanı keçirilib.